Salam. Bu məsələdə biz yerli vaxtda sən məntəqənin yerləşdiyi coğrafi uzunluğunu təyin edəcək. Deməli 21 mart tarixində 75 şərq uzunluğunda yerləşən A məntəqəsində Günəş 06:10-da çıxır. A məntəqəsinin yerli vaxtına sən B məntəqəsində Günəş 19:22-də batır. B məntəqəsinin hansı coğrafi uzunluqda yerləşdiyini təyin edin. A məntəqəsi 75 şərq uzunluğunda yerləşir. 75 şərq uzunluğu. Aha. Bu bizim 75 şərq uzunluğumuz. Və A məntəqəsində Günəş çıxır nə vaxt? 06:10-da. Biz bir nüansa diqqət eləməliyik ki, burada 21 mart tarixində bizim gündüzümüzün uzunluğu 12 saatdır, gecənin də uzunluğu 12 saat. O zaman A məntəqəsində Günəş 12 saatdan sonra batacaq. 18:10-da A məntəqəsində Günəş batır. B məntəqəsində isə vaxt A məntəqəsinin vaxtına görə 19:22-də batırsa, deməli B məntəqəsi A məntəqəsindən daha qəribdə yerləşir. B məntəqəsində Günəş 19:22-də batır, A-da 18:10-da. Vaxt fərqlərini tapırıq buradan. 19:22-dən çıxırıq biz 18:10-un. Qalır burada 1 saat 12 dəqiqə. 12 dəqiqə. Bizim 1 saatımız 15 dərəcədir. 1 saatımız 15 dərəcəyə bərabərdir. 12 dəqiqəmizi tapmaq istəyirsə bizim 1 dərəcəmiz 4 dəqiqə. X dərəcəmizdə 12 dəqiqə. X-i buradan tapırıq. 3 dərəcə. 3 dərəcə burada, 5 dərəcə, 15 dərəcə də burada toplayırıq. 15 + 3. Toplamda 18 dərəcə fərq var. Deməli, B məntəqəsi A məntəqəsindən 18 dərəcə qəribdə yerləşir və 75 şərq uzunluğundan çıxırıq biz 18-in. Alırıq burada 57 dərəcə şərq uzunluğu. Bizim B məntəqəsi yerləşəcək harda? 57 dərəcə şərq uzunluğunda. Cavabımız olur C variantı.